Quranda gələn cinlər kimlərdir və nə mənədirlər? Baxın, Quranda deyilib ki, cin otdan cücənibdir. Amma bu anlama deyil ki, cin kollən otdandır, yox. Çünki deyir ki, cinlər də cəhənnəmdə otda yanacaqlar. Ot ki, otda yananmaz. Ot otu söyər kollən. Leza, necə bizə deyir insanlar zığdan cücənibdir, mənzur camiddən cücənibdir. Amma biliyor ki, bizim bədənimizin içərisində 3 dənə faz var. Camid də var, maye də var, qaz da var. Və indi cinlər də bu cürdülər. Bizim blokda da dördüncü fazımız var ki, həmin plasmadır. Plasma otun cinsidir. İndi cinlərin bədənində həm camid var, həm qaz var, həm maye var, həm plasma var. Və dördün də olmağı zəruridir bunların yaşamağına. Və çün 4 faz var onların bədənində bizdən az ləhazı fiziki qabaqdılar. Xoş. Və pəs cinlərin cinsi od dəyər kamil halətdə. Cinlər camid, maye, qaz və plasmadan düzəlir. 4 faz ki, elmi fizikdə vardır. Amma indi deyir ki, cinlər bizlə müvazi halətdə yaşayırlar. Yəni bizə də ənbiya gəlibdir, cinlərə də ənbiya gedibdir. Amma bir yerdə deyil, üçün onları görmürük. Onlarda da ki, 4 dənə fazı var. Gözümüz camidatı görə bilər. Leza cinlər ayrı bir səyyarədə, həmin Adəm-hay fəzai, həmin alien-ci deyirik bunlardılar. Ayrı bir səyyarədə yaşayırlar və həmzəman bizlə yaşayırlar. Space time nəzərdə alanda time'ımız müştərəkdir. Bəli, space'imiz yox, müştərək dəhri cinlərlə. Məsələn, Adəm-hay fəzaidirlər cinlər.